Salamünaleyküm dostlar. Bugün mən AliExpress-dən aldığım yaddaş kartından danışacağam və həmçinin alarkən niyə diqqət etdiyimdən. Açığı desəm, mən bu sahədə mütəxəssis deyiləm. Sadəcə öz fikirlərimi danışacağam, yəni şifahi izah. Çünki əvvəllər mən də alanda yalnız yaddaşın çoxluğuna diqqət edirdim ki, nə qədər çoxdursa bir o qədər yaxşıdır. Əlbəttə çox olmağı yaxşıdır, amma təkcə çox olmağına diqqət etmək lazım deyil. Çünki digər sahələr də var, onlara da diqqət etmək lazımdır. Çünki biz kart yaddaşı alarkən bəzən belə bir problemlə qarşılaşırıq. Məsələn, smartfonumuzun yaddaşını artırmaq istəyirik. Belə qutudaydı, mən qutudan çıxartmışam, kəsib çıxartmışam. Belə sözümün davamını gətirim, çünki smartfonumuza taxırıq kart yaddaşını, bir qədər sonra görürük ki, smartfonumuz donmağa başlayır və ya elə dərhal smartfonun işləməyində problemlər yaşanır. Və yaxud məsələn, burada fikir verirsinizsə, qutusudur bu, hansı təyinatı üzrə istifadə eləmək olar, demək olar ki, hər şeydə istifadə eləmək olar. Bəzən keyfiyyətsiz yaddaş kartını biz alanda, yalnız yaddaşının çoxluğuna baxıb alanda, məsələn, GoPro-dur, sadə videodur, və yaxud şəkil çəkəndir, və yaxud dron çəkilişidir. Əsas GoPro-dur və dron çəkilişi, şəkil çəkən, bunlar ekstremal video çəkiliş sayılır. Onun üçün də orada yaddaş kartının keyfiyyəti çox önəmlidir. Bəs burada fikir verirsinizsə, yazılır ki, A1, V30, burada U hərfi var, fikir verirsiniz. Məsələn, elə burada da var U3, V30, A1. Məsələn, U hızı, yəni mən o qədər də İngiliscə bilmirəm də, ona görə təxminən danışıram. 4K, Ultra 4K. Bu nə deməkdir? Əvvəla, nə deməkdən qabaq onu deyim ki, mən bu yaddaş kartının AliExpress-dən 12 manata başa gəldi mənə. AzerPost'un 1 manat 40 qəpik rüsumu daxil olmaq şərti ilə 12 manata başa gəldi mənə. Çox möhtəbər bir qutudaydı. Gücdən açıb çıxartdım. Kodak şirkətinindir və həmçinin məhsulun orijinallığını yoxlamaq üçün Kodak şirkətinə aid olub-olmadığını bilmək üçün burada yapışqan var, arxasında ştırıq kod var. Kodak saytına daxil olursunuz, orada bu ştırıq kodu vurursunuz, yoxlayırsınız ki, orijinaldır yoxsa yox. Burada tarixi də var, 2026, 1-ci ayın 26-sıdır, 26-sından istehsal olunubdur, yəni təzədir. Və yeni qayıdıram əsas bu hissələrə. A1 o deməkdir ki, Android platformasında olan bütün cihazlar, məsələn, elə smartfonumuz, planşetimiz, onunla belə bil ki, bir bədən olur. Yəni, çox rahat tanıyır, çox rahat bir-biri ilə belə deyək, yaxşı əlaqədə olur. Bu o deməkdir. V30 o deməkdir ki, məsələn, video çəkiliş, əsas məsələn, GoPro-dan video çəkiliş aparan zaman V30 o deməkdir ki, minimum ya da maksimum 30 megabayt sürətdə video çəkilişi, elə bir GoPro-nun video çəkiliş vaxtı saniyəsində 30 megabayt varsa və ya biraz çox, həmin o saniyədə gələn videonu çox rahatlıqla bu kart öz yaddaşına oturtdura bilir. Məsələn, deyək ki, biz bu kartın fikir verirsiniz bu şəkildə idi. Hətta üstündə adapterdə gəlibdir, bu çox yaxşıdır. Notebook ilə taxmaq üçün bundan istifadə edirəm. Bu da üstündə gəlibdir. Və onu da deyim ki, buradakı olan məlumatlar hamısı bəs mikrokartın üzərində də var. Sadəcə çox kiçik hərflərlə yazılıb deyə yaxşı oxumaq olmur. Hamısı oradadır. Sözüm bayaqki sözümə qayıdıram. Yəni, video çəkiliş vaxtı V30 o deməkdir ki, siz 4K keyfiyyətində video çəkilişi apara bilərsiniz. 30 megabayta qədər videonun keyfiyyəti varsa,
onu qəbul edə bilər. Əlbəttə ki, biraz müzakirəlidir, çünki 12 manata başa gələn bir kart nə dərəcədə keyfiyyətli çəkiliş eləyə bilər və belə deyək ki, siz bir dronla çəkiliş aparırsınız, bahalı bir dronunuz var, üzərinə taxmısınız kartı, hansısa bir kartı, çəkiliş edirsiniz və gətirib televizora taxanda görürsünüz ki, nəsə görüntü keyfiyyətsizdir və yaxud yolda nəqliyyatın içərisində olan yol hadisəsini kameraya çəkir, gətirib taxanda baxıb görürsən ki, keyfiyyətsizdir və bir an fikirləşirsən ki, ya mən kameram keyfiyyətsizdir. Ola bilər, kamera keyfiyyətsiz ola bilər, amma çox vaxt bu kartdan olur. Kart video görüntünü vaxtında yaddaşa otuzdıra bilmədiyi üçün və belə deyək ki, məsələn, bu dron videonu çəkir, amma dronun şəxsən özünün yaddaşı yoxdur. Yalnız bu kartı taxırsınız üstünə. Bu dron nə çəkirsə, anında da kartı otuzdurmağa çalışır. Və dron bilmir ki, bu kartın qəbul dərəcəsi nə qədərdir. O nə çəkirsə, onu da atmağa çalışır. Bu kartın da əgər qəbul dərəcəsi zəifdirsə, deməli, görüntü keyfiyyətsiz olacaq. Bu GoPro-da da özünü göstərir. Şəkil çəkəndə də, hətta ki, şəkil çəkirsən, şəkil çəkən şəkili çəkdi, bir anlıq yaddaşı otuzdurmaq istəyir, amma yaddaş kartın qəbul dərəcəsi zəif olduğuna görə şəklində pikselləri zəifləyir, keyfiyyətsiz şəkil çıxır ortalığa. Onun üçün U3 də məhz elə V30-la bərabər olan bir şeydir. U3-də də elə şəkil çəkənsindir ki, güclü şəkil çəkəndə bu onun öhdəsindən gələ bilər. Hər halda burada mənə satıcı 8 manata dedi və onun üzərində heç bir məlumat yox idi. Hətta 32-ligi istədim, 32-ligi də mənə 30 manata dedi. Onun da üzərində heç bir məlumat yox idi. Yalnız SanDisk 32 GB. Bəlkə də o bundan daha keyfiyyətlidir, amma məlumat olmadığına görə biraz şübhəli qaldım. Həmçinin 32 GB 12 manata mənə başa gəldi. Məncə daha əladır. Mən bu kartı artıq taxdım. Belə bir də məsləhət verə bilərəm ki, əgər buradan mağazadan kart alırsınızsa, çalışın adaptörün də üstündə götürməyə çalışın və alanda deyim ki, məsələn, buna notebook'unuzdan ya kompüterunuzdan məlumat atmağa çalışın. Məsələn, heç olmasa 1 GB-lıq, 2 GB-lıq bir fayl. Yəni, orada kartın qəbul sürətini görə biləcəksiniz ki, kart hansı sürətdən məlumatları qəbul edir və yaxud geriyə göndərir. Onu orada görməyiniz məsləhətdir. Məsələn, həmən o qəbul sürəti ilə siz bilə bilərsiniz ki, bu kart nə dərəcədə keyfiyyətlidir. Amma onu da deyim ki, kompüterdir. Ona görə də kartın gücünün müqabilində nizamlayıb məlumatları ötürür. Onun üçün sürət yüksək ola bilər kompüterdə. Amma yenə də qayıdıram o söhbətə ki, drondur, GoPro'dur, şəkil çəkəndir. Bunlar da bu kompüterin daxilində olan o tətbiq olmaya bilər, nizamlayıcı olmaya bilər. Hətta smartfonlarda da bəzən nizamlayıcı olmur, ona görə də telefonda donmağa başlayır. Belə, yəni mən şəxsən bunlara fikir verdim. Ola bilər ki, kimsə məlumatsızdır, yəni belə şeylərə fikir vermək öz məsləhətidir. Bu kartın Class 10 yazır burada. Bu minimum Class 10 deməkdir ki, minimum 10 megabaytlıq, yəni video çəkiliş aparırsansa, minimum 10 megabaytdan aşağı düşə bilməz. Qəbul sürəti o deməkdir. Amma biraz mənə şübhəli gəlir ki, burada yazılıb ki, Ultra 4K, yəni mən GoPro-la video çəkiliş aparsam 4K, bu kart onun öhdəsindən gələ biləcək. Mən biraz inanmıram ona, açığı 12 manatlıq kartdan, amma ola bilər. Yəni ki, bu V30 onu deyir ki, bu mümkündür. Yəni 4K çəkiliş etmək mümkündür. Əlbəttə, mən GoPro-za çəkilişi etmirəm. Mən sadəcə şəxsi məlumatlarımı içinə yükləyəcəyəm
Siz də fikir verə bilərsiniz. Əgər verdiyim bu məlumatda nəsə əskilik varsa və yaxud nəsə səhvə yol vermişəmsə, sizdən üzr istəyirəm. Əgər video xoşunuza gəldisə, like vura bilərsiniz, bəyənə bilərsiniz, şərh yaza bilərsiniz. Çox sağ olun, təşəkkür edirəm.